Qardaş, Space TV deyiləndə adamın ağlına ya Hind filmləri gəlir, ya da ki bəli, çoxumuzun ən azından 5 dəfə izlədiyi Apokalipsis filmi. Amma bu filmi necə izləmişik? Dublərsız, Maya qəbilələrinin öz doğma dilində. Nə deyir bu? Maya dilində ana qəzəli deyir. Dizimin qollarımın taqəti sənsən, ayənə. Amma sağ olsun o vaxtın insanları. Hardasa bizi başa düşüb, ekranlarda Azərbaycan dilində subtitrlar yazırdılar ki, bu insanların nə danışdığını hardasa başa düşə bilək. Amma əsas məsələ bu mövzu deyil. Əsas məsələ filmin sonudur. Filmin sonunda elə kadrlar var ki, bir növ insana ümid verirdi ki, bu filmin davamı çəkiləcək. Amma heyif, hələ də bu filmi çəkiləcəyini gözləyən insanlar var. Ona görə çox uzatmadan bu filmə bənzər bir neçə filmi sizə təqdim etmək istəyirəm. Stop! Filmlərə keçmədən öncə videonu bəyənib və daha çox belə paylaşımları qaçırmamaq üçün kanala abunə olmağı unutmayın. Birinci filmimiz eramızdan 10.000 il əvvəl. İkinci filmimiz Alfa. Və nəhayət, üçüncü filmimiz Leonardo DiCaprio'nun şah əsərlərindən biri Sağ qalmaq.